Azərbaycan Xalq Parlamentinin etimadnaməsi Azərbaycan Xalq Parlamenti tərəfindən kimə verilir dəyərli dostlar? Deməli, millət vəkilimiz çox dəyərli qardaşımız Rüstəm Sadıqova verilir. Bu birbaşa sədrin səlahiyyətindədir etimadnamə verilməsi, amma parlamentdə də bunun müzakirə yox, daha doğrusu işıqlandırılması çox doğru olardı. Ona görə işıqlandırıb buradan, qoy millətimiz də bilsin. Həm də bizi canlı yayında dinləyənlər çoxdur. Qoy dinləsinlər və bilsinlər ki, biz etimadnamələr verəcəyik bundan sonra bizim hər bir nümayəndəmizə yerlərdə bizi təmsil etmək üçün. Millət vəkili Rüstəm Sadıqovun Norveç Krallığında dövlət təşkilatları və beynəlxalq təşkilatlarla əlaqələr üzrə Xalq Parlamentinin nümayəndəsi təyin edilməsi haqqında etimadnamə. Azərbaycan Xalq Parlamentinin, ASXP-nin deməli 23-5-ci ay 2026-cı tarixli qərarı ilə Rüstəm Sadıqov Norveç Krallığında bütün dövlət təşkilatları, eləcə də Norveç Krallığında yerləşən bütün beynəlxalq təşkilatlarla əlaqələr üzrə Xalq Parlamentinin nümayəndəsi seçilmiş və təyin edilmişdir. Verilmiş səlahiyyətlər çərçivəsində Rüstəm Sadıqov Xalq Parlamentinin maraqlarını təmsil etmək, beynəlxalq təşkilatlar, dövlət və ictimai institutlarla qarşılıqlı əlaqələri həyata keçirmək, həmçinin beynəlxalq əməkdaşlığın inkişafına, tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə və xalqın hüquq və maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərin təşviqinə dəstək göstərmək səlahiyyətlərinə malikdir. Bu vəzifədə təyin olunması Rüstəm Sadıqova göstərilən yüksək etimadın, onun peşəkar keyfiyyətlərinin, məsuliyyətinin, ədalət, açıqlıq və beynəlxalq dialoq prinsiplərinə sadiqliyin təsdiqidir. Bu etibarnaməni təqdim edən Rüstəm Sadıqovu Norveç Krallığında dövlət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət və əməkdaşlıq məsələləri üzrə Xalq Parlamentinin rəsmi nümayəndəsi kimi qəbul etmənizi və səlahiyyətləri çərçivəsində ona lazım olan imkanları və dəstəyi göstərmənizi xahiş edirik. Etibarnamənin müddəti verildiyi tarixdən hesablamaqla 3 ildir. Hörmətlə Azərbaycan Xalq Parlamentinin sədri Teymur Eminbəyli və burada bizim məlumatlar gedib, belə bir sənəd biz təqdim edirik. Belə, dostlar, bunu istərdim məlumatımız olsun və biz hər yerdə, nümayəndəmiz olan hər yerdə, əgər bizi təmsil etmək istəyən kimsə varsa, mütləq onlara belənçi etimadnamələr verəcəyik. Beynəlxalq təşkilatlarda Xalq Parlamentini təmsil etsinlər və həmçinin həmin dövlətdə, dövlət orqanlarında bizi təmsil etsinlər. Bunu hər kəs bizdən istəyə bilər. Deyə bilər ki, mən burada olan şərtləri qəbul edirəm və mən Azərbaycan Xalq Parlamentini təmsil etmək istəyirəm. Hətta millət vəkili olmayan mütəxəssislər də bundan yararlana bilərlər, bu fürsətdən yararlana bilərlər, əgər bizlə əməkdaşlıq edirlərsə. Bu qədər dəyərli dostlar,